gecə saat 23:30-da Sovet İttifaqının qoşunları SSRİ Ali Sovetinin Rəsayət Heyətinin Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi ixtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cü maddəsinin 119-cu bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü İlk növbədə Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu regionda idarə olunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. Sovet ordusu Bakıya və Azərbaycanın rayonlarına qanunsuz daxil olması nəticəsində 131 nəfər həlak olmuş, 400 nəfər həbs edilmiş, 744 nəfər yaralanmış, 4 nəfər itkin düşmüşdür. Ölənlər arasında qadınlar, uşaqlar, qocalar, fövqəladə halların işçiləri, polislər də var idi. Hərbiçilərin yandırıcı güllələrinin açdığı yaralar nəticəsində 200 ev və mənzil, 80 miniş avtomobili, o cümlədən təcili tibbi yardım maşınları, dövlət və şəxsi əmlak dağıdılıb. 1990-cı ilin 22-sində Azərbaycan SSRİ Ali Sovetinin növbədənkənar sessiyası keçirildi və orada baş vermiş hadisələrlə siyasi qiymət verildi. Azərbaycan SSRİ Ali Sovetinin hadisələri araşdıran komissiyanın bəyanatında qeyd edildi ki, mütəfəkkir hakimiyyət orqanları Azərbaycan SSRİ suveren hüquqlarını etirazsız yaraşır, SSRİ müqaviləsinin şərtlərini, SSRİ Konstitusiyasını və Azərbaycan SSRİ Konstitusiyasını pozurlar. 70 il 80 il nağıl dedirlər, bərabərlik deyib yordular bizi, haqq deyib meydana çıxanda isə nəhaqdan əzdilər, vurdular bizi. O gün küçələrə səpildi güllər, oxundu ağıllar, deyildi dillər, deşdi köksümüzü alovlu dillər, alçaqca qırdılar bizi. Analar gözündə qurudu yaşlar, uşaqlar əlinə aldılar daşlar, məzarlar önündə əyildi başlar. Gül kimi torpağa sərdilər bizi, gül kimi torpağa sərdilər bizi. Qara ayambar gecəsi, sızım sızlandı, qara ayambar gecəsi. Sanki qəsdə durdular, ateş deyib vurdular, bağrımızı yardılar, qara ayambar gecəsi. Hürriyyət yol aldı, neçə ömür pis oldu, ürəklərə qod oldu, qara ayambar gecəsi. Şəhidlər qətiyyən, bu azalır hürriyyət, qaldı bizə amanət, qara ayambar gecəsi. Hünər göstərək vətən eşqi ilə, canım torpağa qurban eylədi. Ən uca zirvəyə ucaldı adı, dillərdə aldığını dastan
vətəsinə qurban gedərkən, gözümü sabaha dikdi şəhidlər, yüksəkli bayrağı öz sanlarıyla, vətən torpağına çəkdi şəhidlər, zalım öyünməsin zülümləriyle, min bir böhtanla, min bir şəriyle, həqiqət uğrunda ölenləriyle, vətənin ölümün çağına çəkdi şəhidlər, bu şənbə gecəsi o qətl günü, mümkünə döndərdi namümkünü, xalqın əleyhinə qorxulu kimi, bu cəmmət o gecə quraqlıdır çəkdi şəhidlər. Zilər gəlib dünyanı, bərzina qışına, hər cəgər olubdur gül çiçək yağışına, şəhidlər xiyabanı, Məhəmməd Əmi Amalı, Əhməd Cavad şehirdir, vətənini sevənləri əbədi ad yeridir, şəhidlər xiyabanı. Gözü qaranlar, sinəsi yana bağlar, siz qatlayın dağlar, tuzsuz şəhid anası, qara saçları dərdlər, ağardı dərd kədərlər, gülürlərə bədərlər, tuzsuz şəhid anası, şəhid balanın ruhu, cənnətdən istirahı, təsəlli et ilahi, tuzsuz şəhid anası. Yatır xiyabanda millərlə şəhid, Allah şəhidlərə Allah gələn fil, necə anabadlı, necə nətəyi Allah şəhidlərə Allah gələn fil, o xain düşməndir, yanlı günahkar, yaşatdı bizlərə çölər intihar, bir qan yaddaşı ilmiyan var, Allah şəhidlərə Allah gələn fil, vətən canımızdan fədadır sənə, uğrunda döyüşündə hazır yenə, heç vaxt unudulmaz İlham Fərizə, Allah şəhidlərə Allah gələn fil. Qatil cürrəsinə qurban gedirkən, gözünü sabaha dikdi şəhidlər, üçrəngli bayramı öz qanlarıyla, vətən torpağına çəkdi şəhidlər, zalım ölməsin zülümləriyle, bir böhtanla, bir şəriyle, həqiqət uğrunda ölümləriyle, ölümün kağını çəkdi şəhidlər. O şənbə gecəsi o gətirdirir, mülkünə döndərib çox namülkünü, xanın qəlbindəki qorxun ölçünü, o gecə dağıtdı çöktü şəhidlər, tarixi yaşadık diləyimizdə, bir yumruğa döndük o gündə bizdə, yıxıb köləyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər, onlar susturulan haqqı dindirən, qaraca torpağı qeyrətləndirən, donan Qüdüstanı qeyrətləndirən, axı el qeyrəti çəkdi şəhidlər, gözdə hər zillətə, gözdə hər şeyə, dünyada mənim də haqqım var deyə, küsləri xalq edən müqabiləyə, qanıyla qolunu çəkdi şəhidlər, insan olur öz sünəriyle, millət millət olur xeyri şəriyle, torpağın bağrına cəsədləriyle, azadlıq dumunu ətdi şəhidlər. Halaldır, halaldır. 1976-cı ilin 13 oktyabr tarixində Bakıda anadan olub. Başdakı 52 nömrəli məktəbdə 1-ci sinifə gedir. Daha sonra məktəb dəyişərək 167 nömrəli məktəbə 7 sinifə şagirdlik ikən 20 yanvar qanlı gecəsində şəhid olub. İlqarın dostu Pərvizin dedişdən şəhər İlqarın meydini Semaşka adında xəstəxana ölkasında tapırlar. Şəhidlik xiyabanına dəfn edilir. İlqar Bəhmov Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixində fərmanı ilə ölümdən sonra 20 yanvar şəhidlik fərqi adı verilir. Larisa Məhəmmədova, tam adı Larisa Fərman qızı Məhəmmədova, 11 avqust 1977 Bakı Qarayanvar şəhidi və məktəb şagirdi, yaşlı şəhidlərinə biridir. Azərbaycan Respublikası Prezidenti 31 mart 1998-ci ildə tarixli fərman ilə Larisa Məhəmmədova və digər 146 şəhidi 20 yanvar şəhidliyi fəxri adı verilmişdir. 1990-cı ildə Bakıda şəhidlər xiyabanında dəfn edilir. Bir şeydir, hər gün soyuq buz idi, Bakının qüssəs doldu, şəhər qanı ilə doldu. Düşmənlərin tankları, tüfəngləri, topları, keçdi insanlar üstdən, Bakıda qan su yerində. Ayrılanda yuxudan gördük yollarda, məktəblər, cavanlar sanki yatmışdılar. 20 yanvar gecəsi, qanlı qış gecəsi idi. Bir zülmət dolu gecə, şəhidlər gecəsi idi. Şəhidlər xiyabanı, müqəddəs bir abidə, qoruyub saxlamağa borcluyuq biz həmişə. Ana bu qəbrin üstə, tökülüb dil ağlama, sən şəhid anasısan, gözünü sil ağlama. Bir yolun var bir sirdə, yazılıb göydə yerdən. Gedərlər geri bir də, dönən deyil ağlama.
Dağıt şişənin yalanı, qoru ondan qalanı. Sən o oğlun balanı, ölümsüz bir ağlama. Bu vətən, bu torpaq səni